Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Sizə mükəmməl təmirli bir mənzil təqdim edəcəm. Xırdalan şəhərinin tam mərkəzində, Heydər Əliyev prospektinin üzərində yeni bir mənzil təqdim edirəm sizə. Bir otaqdan 2 otaqlıya düzəldilmiş və tam olaraq 54 kvadrat metr sahəsi olan bu gözəl mənzili sizlərə təklif edirik. Mərkəzi yolun Heydər Əliyev prospektinin üzərindədir. Bakı-Sumqayıt sürət elektrik qatarının dayanacağının bir addımlığında yerləşir bu mənzil. Nəzərinizə çatdırım ki, bu mənzildə və bu binada bütün müsbətlər cəmləşib bir yerə. Deməli, mənzilin belə gözəl kvadrat formasında koridoru var. Sağda böyük bir boşluq var. Rahatlıqla giriş mebeli yığdıra bilərsiniz. Solda isə belə güzgülü açarlıq yığılıb. Zalıdır, burada yataq otaqdır. Sağda isə hamam sanuzeli yerləşir. Təmirdən sonra istifadə edilməyib bu mənzil. Hündür mərtəbəli binada 3-cü mərtəbəsində yerləşib. Bina çox premium binadır. Mərkəzi yolun üzərindədir və altı böyük supermarketdir. Bir daha vurğulayım ki, Bakı-Sumqayıt sürət elektrik qatarının dayanacağına 70-80 metr məsafədədir. Mətbəxdir. Zalla mətbəx bax belə sürgülü şüşə ilə arası kəsilib. Mətbəxin girişin və hamam otağının döşəmədən istifadə edilib. Mətbəx mebeli tam olaraq quraşdırılmış vəziyyətdədir. Burada kiçik bir eyvanı var və qazın sayğacı kombi aparatının yeri eyvan sahəsində nəzərdə tutulmuşdur. Dəbdəbəli və müasir formada təmir aparılıb. Təmir trendinə uyğun olaraq təmir işləri həyata keçirilib bu mənzildə. Girişin sağında yerləşir hamam otağı. Tam təmirlidir. Bir daha nəzərinizə çatdırım ki, bütün aksesuarlar tam olaraq təchiz olunmuş vəziyyətdədir. Alıb bugünkü rahatlıqla 500 və yaxud da 600 manat ətrafında kiraya vermək də mümkündür və yaxud da alıb özünüz də köçüb yaşaya bilərsiniz. Tıxacsız Xırdalanın ən gözəl zonalarından birində yerləşir. Burada isə mənzilimizin yataq otağı. Nəzərinizə çatdırım 3-cü mərtəbədir. Orta mərtəbə, orta mənzil və baxışı da günçxanadır. Pəncərələrin qarşısı tam olaraq açıqdır. 54 kvadrat metr, qiymət 108 min manat. Sağ olun, salamat qalın.